Bir qardaşımız xahiş elədi, bir problemi var, deyir, valideynlərim cahildir. Evet. Namaz qılan və hicablı bir qadından evlənmək istəyirəm, amma icazə vermirlər. Bu halda gizlin evlənə bilərmi? Möhtərəm qardaşlar, qardaşımızın verdiyi sualda hansı ki valideyndən icazəsiz evlənə bilərəmmi? Yəni qadın mömin, yəni hicablı olduğu üçün icazə vermirlər. Bəli, hicablı və namaz qılan. Belə məsələdə təbii ki, biz valideynlərimizə birbaşa onlara, yəni deyək ki, qarşı gəlməyimiz düzgün deyil. Yəni bəzən olur ki, bəzən insanlar deyir ki, valideyn bunu istəmir, mən istəyirəm, həmən yerinə gətir. Yox. Biz hər zaman valideynlərimizi ilk başlıqda tutmalıyıq. Çünki onlar bizim valideynlərimizdir və bilirik ki, Allahın haqlarından sonra Allah Subhanahu nə deyir? Mənə ibadət edin və bil valideyni ihsana. Sonra valideynlərinizə yaxşılıq edin. Allaha ibadətdən birbaşa sonra gəlir. Mühüm məsələdir. Ona görə həmən biz valideynlərimizə qarşı gələ bilmərik. Dinimiz buna icazə vermir biz. Sən istəyirsən ki, filan kəslə evlənəsən, hicablıdır, bəli, yaxşı iş görürsən. Ancaq həmən valideynlərində silməməlisən. Nə etməlisən belə məqamda? Əgər düzgün yoldasansa, yaxşı istiqamətdəsənsə, onda valideynlərinlə dil tapmalısan gözəl şəkildə, hikmətlə və onun səbəbini soruşmalısan və dua eləməlisən Allahdan və həmən qarşı gəlməməlisən. Çünki xeyir, bərəkət böyüklərinizdədir. Onların duasını almaq lazımdır. Görürsən, ana, ata sənə gecə-gündüz bəddua eləyərsə, sən hardan xeyir tapa bilərsən? Heç zaman xeyir tapa bilməzsən. Ona görə mütləq valideynlərlə gözəl davranmaq, onlarla dil tapmaq, onlara söz deyərkən hikmətlə, gözəl şəkildə deməlisən. Nə buyurur Rəbbimiz? وَلَا تَقُلْ لَهُمَا Uf. Onlara uf belə demə. Düşün nə deməkdir? Hətta buyurulur ki, əgər ufdan daha yüngül söz olsaydı, o buyurulardı. Uf belə demə. Ona görə valideynlə davranış çox mühüm məsələdir. Çox ciddi məsələdir. Həmən mən bunu istədim, valideynlərimi sildim, belə olmur. Mütləq valideynlərinlə razılaş, onlarla dil tap, onlarla hikmətlə davran, onlarla danış, söhbət et və dua et Allaha ki, əgər sən düz yoldasansa, həqiqətən də istədiyin xeyir bir işdirsə, Allahdan istə ki, Allah səni, onlar qəlbləri çevirən Allahdır. Qəlblər Allahın əlindədir. Dua et ki, onların da qəlbini sənin, yəni o xeyir istədiyin işə yönəltsin. Əsas dediyimiz nədir? Dinimiz buyurduğu kimi, ana, ataya həmən sərt təpki vermə. Onların üzərinə getmə. Çalış, hikmətlə davranasan. Bəli. Və sonda da görəcəksən ki, Allah sənə nəsib edir, müvəffəq edir. Bəzən insan tələsir. Həmən istəyir ki, o olsun, baş versin. Valideynləri uzaqda, kənarda bu yox. Gözlə, səbir et, onlarla danışıq apar, razılaşdır və biraz vaxt al, Allaha dua et, Allahdan istə. Görəcəksən ki, o qapı bir gün sənə açılır, asanlaşır. Bəli.